Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı proqnozlaşdırılır. Bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakənd-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, hətta dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.